Yaxşı, yaxşı. Bu barədə sizinlə həmkarlıq edəcəyəm. Bunu iki səbəbdən edəcəyəm. Birincisi budur ki, oxuculara daha maraqlı kitab təqdim eləyə biləsiniz. İkincisi isə adımı heç vaxt, heç kimə deməyəcəyinizə əminəm. Hüseyn səbirsizcəsinə dedi. Mühəndis, sizin beyin oxumaq istedadınızı özüm şəxsən yoxlamaq istəyirəm. Mümkündürmü? Bəli, buyurun, maneəsi yoxdur. Çox sağ olun. İndi mən gözlərimi bağlayacağam və müəyyən bir şey barədə düşünəcəyəm. Siz düşüncələrimi oxumağa çalışın. Hüseyn gözlərini bağladı və 10 saniyəyə yaxın səssiz qaldı. Gözlərini açıb mühəndisdən soruşdu. Deyin görüm, mən nə barədə düşünürdüm? Zehninizdən iki cümlə keçirdiniz. Birinci cümləniz kaş ilə başlayırdı. Hüseyn ağzı açıq halda ona baxdı. Davam edin. Düşünürdünüz ki, kaş Fatimə burada olardı və hadisənin yaxından şahidi olardı. O bu cür şeylərin vurğunudur. Həyat yoldaşınızın adı Fatimədir, düzdürmü? Hüseyn əsməyə başladı. Ondan soruşdum. Düz deyir, ağlından bunları keçirmişdin. Başı ilə müsbət cavab verdi. Bu məsələnin nəslinə desəm mənə inanar. Amma qardaşıma desəm heç vaxt inanmaz deyə düşündüm və bir hadisəni xatırladım. Hüseyn ilə Bəlucistan şəhərindən qayıtmışdıq. Qardaşım evə gəldi. Söhbət əsnasında ona səfərdə bir arif insanla tanış olduğumu dedim. O arifin qeyri-adi özəllikləri var idi. Nə kimi özəllikləri deyə soruşmuşdu. Ona baş verənləri danışsam da inanmadı. Dedim Hüseyn də orada idi. İstəsən ondan soruş. Dedi Hüseyn, tülküdən soruşdular şahidin kimdir? Dedi quyruğum. Mühəndis mənə tərəf dönüb dedi. Görünən budur ki, qardaşınız sizə çox inanır. Kimlər barədə düşündüyünüzü deyimmi? Nəsrin, qardaşınız, ölkənin şərqində olan doktor bir arif adam. Davam eləyimmi? Yetərincə aşkar etdiniz. Biləyini sürtüb dedi. Xatırladım ki, mən bunu hərdən bacarıram. Həm də bilin ki, bu elə də önəmli bir iş deyil. Bunu bacaran bir çox insanlar var. Bundan əlavə, bu özəllik bəzən ilahi yox, şeytani də ola bilir. Yəni bunu bəzi insanlara şeytan əta edir. Zehni oxuyan insanların hamısı yaxşı insanlar deyil. Dayanmadan soruşdum. Bundan başqa qeyri-adi özəlliyiniz varmı? Cavab verdi. Mən ölüm təcrübəsindən sonra 3 özəlliyə sahib olmuşam. Əslində bu təcrübədən bir müddət sonra digər bacarıqlar da əldə etmişəm. Lakin bəzilərini itirmişəm. O 3 özəllikdən birini dediniz. Bəs digər ikisi? Narahat görünürdü. Doğrudan bilməyiniz zəruridirmi? Qısa, amma qəti olaraq dedim. Bəli. Yaxşı, mən sizə 10 saniyə ya biraz çox baxıb ağlınıza birazdan gələcək olan sözü deyə bilərəm. İrad etmiş formada dedim. Bu ki elə zehin oxumaqdır. Xeyr, fərqlidir. Nə fərqi var? Qulağının ucunu sürtüb dedi. Tezliklə biləcəksiniz. Hələ ki mümkündürsə zehninizdə bir sözün canlanması üçün bir neçə saniyə sakit qalaq. Sakit qaldım. 10 saniyəyə yaxın üzümə baxdı. Ondan sonra zehnimdə nar sözü canlandı. Mühəndis dedi. Nar. O söz nardı. Uşaqcasına həyəcanlanaraq dedim. Aman Allah, düzdür. Hüseyn mühəndisə dedi. İndi mənim növbəmdir. Elə isə hazır olun. Mühəndis baxışlarını ona zillədi. Bir neçə an keçdikdən sonra dedi. At. Ağlınıza gələn söz at idi. Hüseyn təsdiqlədi. Elədir ki var. Mühəndis baxışlarını mənə çevirdi və dedi. İndi bir məsələni izah edeyim. Mən nar və at sözlərini sizin ağlınıza təlqin elədim. Əslində bu iki sözün zehninizdə canlanması sizin öz seçiminiz deyildi. İzah eləyə bilərəmmi? Buna zehin oxumaq deyil, təlqin eləmək bacarığı deyilir. Bu ikisi arasında da fərq var. Birincisində siz özünüz bir kəlmə seçirsiniz. Mən tapıram. İkincisində isə sözü sizin zehninizə salan mən özüm oluram. Sizin məsələdən xəbəriniz olmur deyə sözü özünüzün düşündüyünüzü zənn edirsiniz. Hüseyn əllərini bir-birinə sürtdü və dedi. Gəlin bir də yoxlayaq. Mühəndis ona tərəf dönüb dedi. Təlqin eləmək ya zehin oxumaq? Təlqin. Bu dəfə bacaracağıma inanmıram. Niyə? Çünki siz artıq məsələdən xəbərdar oldunuz. Yəni sözün mənim tərəfimdən zehninizdə təlqin olunduğunu bildiniz. Bu dəfə bunun əksi üçün müqavimət göstərə bilərsiniz. Sizin müqavimətiniz də mənim bacarmamağıma səbəb ola bilər. Hüseyn qətiyyətlə dedi. Müqavimət göstərməyəcəyəm. Çox yaxşı. Əvvəlki kimi Hüseynə bir neçə saniyə baxıb dedi. Zehninizə gələn söz yağışdır. Hüseyn gülümsəyərək onun sözünü təsdiqlədi və soruşdu. Zehin oxuma və təlqindən başqa əldə etdiyiniz üçüncü bacarıq hansıdır?
vurma, bölmə, üstə gəlmə və çıxma əməliyyatlarını tez bir zamanda icra edib nəticəsini deyə bilirəm. Kağız və qələmdən istifadə eləmədən, əlbəttə, bir neçə an içində. Hüseyn soruşdu. 2 ədəd 5 rəqəmli ədədin vurması olsa belə, rəqəmlərin sayı önəmli deyil. 5, 7, 8 və ya daha çox. Cavabı çox qısa zamanda sizə deyə bilərəm. Hüseyn cibindən kağız və qələm çıxardı. Mühəndisin gözlərindən kənarda 2-4 rəqəmli ədədi bir-birinə vurdu. Cavabı əldə etdikdən sonra mühəndisə dedi. 4876 vurulsun 7260. Dərhal cavab gəldi. 75 milyon 399 min 760. Hüseynin siması şok vəziyyətinə düşdü. Dərhal kağızın üzərində başqa bir şeylər yazmağa başladı və mühəndisdən soruşdu. Bu bölmə əməliyyatının cavabını deyə bilərsinizmi? 47 milyon 401 min 644. Təkrarlamağımı istəyirsinizmi? Xeyr, lazım deyil. Çox yaxşı. Bu 8 rəqəmli ədədi bölün 5389-a. Mühəndisin cavabı belə oldu. 8796. Mühəndisin tez və düzgün cavabı ilə rahat bir nəfəs aldım. Sonra davam elədim. Mühəndis, cavabları bu surətlə necə əldə edə bilərsiniz, dedi. Bəzən zehnimdə görürəm, bəzən də cavabları mənə deyən daxili bir səs eşidirəm. Bu gün cavabları gördünüz ya eşitdiniz? Eşidirdim. Hüseyn ondan soruşdu. Siz qalığı olan rəqəmləri, mühəndis onun sualının bitməsinə imkan vermədi. Bu mövzunu saxlamağa rica edirəm. Hörmətsizlik etmiş olmaram ki, xeyr. Elə isə xahiş edirəm ki, bu mövzunu elə buradaca saxlayaq. Çünki artıq bir növ əyləncəyə çevrilir. Bu da münasib deyil məncə. Dedim, çox yaxşı, bitirək. Macəranızda danışdığınız son hadisəni xalanız, yox, qardaşınızın qəbrinin içini görmək istəyirdiniz. Düzdür. Onun ardınca hiss elədim ki, hansısa bir qüvvə məni sürətlə qəbrin içinə doğru sovurmağa başladı. Dəqiq bu hissi yaşadınız, sovruldunuz, bəli. Sonra qəbrin içi normal vəziyyətdə deyildi. Lütfən dinləyin. Deyəcəyim şeylər dünya nəzəriyyələri və meyarları ilə düz gəlmir. Başqa sözlə desəm, elmə, məntiqə və dünyəvi təcrübəyə tamamilə yad bir şey idi. Bəlkə də yorucu olacaq, amma yenə deyirəm, mən yalnız müşahidə etdiklərimi danışıram. Onları yazmaq mənim işim deyil. Elə isə lütfən gördüklərim barədə qanəedici elmi bir izah eləməyimi gözləməyin. Sizi rahatlaşdırmaq üçün deyim ki, mənim sizin zehninizdə yaranacaq bir çox suallara cavabım yoxdur. Beləliklə, özümün bilmədiyim şeyi sizə izah etməyi məndən gözləməyin. Mən yalnız bunu deyə bilərəm ki, o səhnələri gördüm və gördüyümə də inanıram. Siz nə gördünüz? İlk olaraq qəbrin ümumi görüntüsü canlandı. Qəbrin uzunluğu 500, bəli 500 metr, eni isə 300 metr idi. Hündürlüyü isə 100 metr. Enli bir kub formasında. Bu kubun hər bir tərəfi uzun bir divara bitişirdi. Mən rəngsiz və buluda bənzər bu divarın digər tərəfini görməkdən aciz idim. Rızanın cəsədini necə gördünüzmü? Xeyr, tam olaraq yox. Lakin orada idi. Pambıq formasında olan və dik vəziyyətdə durmuş bir torbanın içində. Bu torbanın ölçüsü nə qədər idi və dediyiniz məkanın harasında yerləşirdi? Bir insan boyda idi. O məkanın sağ tərəfinin yuxarı hissəsində yer alırdı. Sanki havada asılı qalmışdı. Çünki altı təxminən 100 metrlik boşluq idi. Üstü necə? Yuxarı hissəsində bir qəbir hündürlüyündə boşluq görünürdü. Onun yuxarı hissəsi isə buluda bənzər bir sahə idi. Müşahidə etdiyiniz bu hallar barədə şəxsi qənaətinizi bilmək istəyirəm. Zəhmət olmasa deyə bilərsinizmi? Müşahidələrimə əsasən qəbrin real forması bizim təsəvvür etdiyimizdən tamamilə fərqlidir. Ümumi olaraq demək istəyirəm ki, bizim dünyamızın içində digər məkanlar və ya dünyalar mövcuddur. Bizim bədən gözü ilə görə bilməyəcəyimiz məkanlar. Onları yalnız ruh gözü ilə görmək mümkündür. Elə indicə ağlıma bir nümunə gəldi. Bilmirəm, bu misal zehnimdəkini sizə çatdırmağa nə qədər köməklik göstərəcək. Təsəvvür edin ki, bir damla qanı sizin ixtiyarınıza qoyublar. İlk baxışda gördüyünüz nədir? Qırmızı rəngli kiçik bir dairə. Birdən bu kiçik dairə mikroskop altında baxmalı olsanız nələr görəcəksiniz? Bu səfər ağ və qırmızı qan hüceyrələrini, plazma, trombosit görəcəksiniz. Başa sala bildimmi? Siz adi gözlərinizlə bu şeyləri görmürdünüz.
amma müəyyən avadanlıqlardan istifadə etməklə görə bildiniz. Yer üzündə olan məkanların daxilindəki dünyalar da buna bənzəyir. Məsələn, qəbir. Yalnız ruh gözü ilə onun daxili mühitini görməyiniz mümkündür. Misalı ilə məni qane edə bilmədi. Bu səbəbdən digər sualımı ünvanladım. Qəbrin içində diqqətinizi çəkən başqa bir şey oldumu? Bəli, çox gözəl bir qoxu. Əslində məni buluda bənzər divarların arxası daha çox maraqlandırırdı. Öyrənə bildinizmi? Mən o divarlardan birinə tərəf getdim və necə getdiniz? Addımlayaraq, uçaraq, yoxsa yalnız istəməyiniz kifayət elədi? Dəqiq olaraq yadımdadır. Divara tərəf ayaqlarım yerə dəymədən asta formada sürüşdüm. Divara çatdığım zaman onun materialının nədən olduğunu öyrənmək istədim. Rəngsiz nurdan idi. Daxil oldum və birdən-birə havada mövcud olan ətir qoxusu minqat oldu. Divar qalın idimi? Qalın idi, təxminən 50 metr. Süd rəngli atmosferdə irəliləməyə başladım. Nəhayət süd rəngində olan pərdədən ötüb keçdim. Onu keçdikdən sonra qarşıma daha şəffaf görməyə başladım. Amma çox az bir müddətlik və elə də yaxından yox. Nə gördünüz mühəndis? Cazibələrlə, yuxuda görünən cazibələrlə dolu bir məkan. Hədsiz dərəcədə gözəl bir məkan. Təravətli, heyrətamiz vəsf eləmək mümkündürmü ki? Mən gördüyümü bilirəm, amma izah eləyə bilmirəm. Gördüklərimi sözlərlə ifadə eləmək mümkün deyil. Hər bir halda çalışın o yerlə bağlı səhnələri gözünüzün önündə canlandırasınız. Ağacdan bol, çaylar, quşlar, o cür mənzərə yer üzündə mövcud deyil. Necə yəni mövcud deyil? Siz orada ağac, çay, quş gördüyünüzü deyirsiniz. Lap yaxşı. Axı dünyada da bunlar mövcuddur. Yəni gördüyünüz şeylərin oxşarı bu dünyada da mövcuddur. Sizi anlayıram. Lütfən diqqət edin. Orada ağac var idi, amma dünyada olan ağaclardan deyil. Çaylar axırdı, amma yer üzündə olan çaylardan fərqli idi. Quşları da dünyada gördüyümüz quşlara bənzəmirdi. Gördüklərini vəsf etməkdə çətinlik çəkməsini başa düşürdüm. Amma buna baxmayaraq, biraz da təsdiq etməyinin ziyanı yox idi. Biraz da izah etməyinizi xahiş edirəm. Bunu deyib doymaz və gözləntilərlə dolu olan baxışlarımı ona dikdim. Məsələn, materialları. Ağacların materialları buradakından tamam fərqli idi. Bəziləri demək olar ki, şüşə formasında idi. Onun gövdəsinin, budağının və yarpaqlarının içini görmək olurdu. Bəzilərinin forması aciz formada münasib sözü tapmağa çalışırdı. Bəzilərinin forması buxar, bəzilərininki isə jeleyə bənzəyirdi. Hərəsinin özünə məxsus forması var idi. Dünyada olan ağaclardan tamamilə fərqli idilər. Çayların suyu dalğalı nurlara bənzəyirdi. Quşların rəng və forması bu günə qədər gördüyümüz şəkildə deyildi. Quşlar tamamilə başqa bir formada idilər. Sözlərimi anlamamağa haqqınız var. Siz bu hüzünlü hekayəni eşitmisinizmi? İllər öncə bir kənddə anadan kör dünyaya gəlmiş bir insan var imiş. Bir gün müdrik bir insan o kəndə gəlib ən yaşlı ağacın altında əyləşdi. Kör onun yanına gedib gözlərinə şəfa verməsini dilədi. Müdrik insan dedi: "Mən İsa Məsih deyiləm. Sənin gözlərini həmişəlik sənə qaytara bilmərəm. Mən bunu yalnız bir anlıq bacaracağam və sən sonra yenidən kör olacaqsan. Bu səbəbdən yaxşı olar ki, istədiyindən əl çəkəsən." Kör qəbul eləməyib dedi: "Bir anlıq belə olsa bu dünyanı görmək istəyirəm." Müdrik insan çarəsizlikdən qəbul elədi. Ondan biraz uzaqlaşıb dua eləməyə başladı. Bir müddət keçdikdən sonra körün gözləri açıldı. O həmin an önündə olan xoruzu gördü və gözləri yenidən görmə qabiliyyətini itirdi. Müdrikdən soruşdu: "Gördüyüm canlının adı nə idi?" Müdrik dedi: "Xoruz." O gündən sonra kör hansı varlığın adını eşidirdisə, xoruzu xatırlayırdı. İnsanlar dağ barədə danışanda, dağ xoruza mı bənzəyir deyə soruşardı. Dəniz barədə danışanda soruşardı: "Dəniz xoruza oxşuyur." Yazığın heç bir günahı yox idi. O yalnız xoruzu görə bilmişdi və digər varlıqları da onunla ölçürdü. Nə demək istədiyinizi anladım, cənab mühəndis. Gülərək dedim: "Deyin görüm, oranın xoruzları buranın xoruzlarına mı bənzəyirdi ya yox?" O da gülərək dedi: "Xeyr, fərqli idilər. Nə qədər? Dəniz atı ilə quruda olan at arasında olan fərq qədər. Bəlkə də daha çox." Tamamilə ciddiləşdim. "Mühəndis, vəsf etdiyiniz gözəlliklər cənnətin mənzərəsi idi."